yerlərdə bu işləri görən komanda rəhbərinə inanmalıdır, rəhbər də komandaya inanmalıdır. İstifadə da sui-istifadə olmamalıdır. Tamamilə düzdür. Bu çiynlərdə olan yük prorektorların üzərinə, bölmələrin rəhbərlərinin üzərinə, dekanların üzərinə qoyulmazsa uzun çəkilə bilməz. İnsan bunu çəkə bilməz. Bu məsələlərdə mən gələn kimi hamıya qucaqlaşdım. Mən bura gələndə hətta qıraqlardan eşidirdim ki, Mustafa müəllim gedəndə özünlə bir müəyyən qədər insanı da aparar ki, yəni inandığı insanları. Axı onlar da, bunlar da hamısı xalqın övladlarıdır. Onların da hamısının pasportunda yazılıb, bunlar Azərbaycanlıdırlar, bu xalqa qulluq edirlər. Cənab Prezidentin seçiciləridir. Bu insanların hamısından istifadə olunmalıdır və hamısını öz yerinə otuzdurmaq lazımdır. Bilirsiniz, el eləmək lazım deyil ki, çox üzr istəyirəm, insan layiq olmadığı yerdə duruş gətirsin. Ona görə də yerli universitetin özündə çox böyük potensial var. Bura kimisə gətirilməsinə lazımlıq yoxdur, bu ehtiyac yoxdur buna. Ona görə də yerli insanların hamısına mən qucaq açdım və dedim ki, mən hamınızla işləmək istəyirəm bir yerdə. Ancaq, hətta çirkabın içində olanlara da mən təklif elədim ki, əgər siz özünüzü bu sistemdə görürsünüzsə, sizlə mən başlayıram işləməyə. Ancaq mən araşdıracağım. Görün nə dərəcədə siz buna nail edirsiniz. Və bir dənə mən sizə məqamı deyim. O insanlara dedim ki, əgər ideya cəhətdən, fiziki cəhətdən mənim arxamca çatdıra bilmirsinizsə, ərizə ilə müraciət edin, mən sizə azad edəcəm. Heç bir sualsız. Əvəz olunmaz da insan yoxdur. İstənilən insan əvəz olunur. Bax, bu günləri babamın Mustafa'nın yerinə o ölkədə yüzlərlə adam var ki, bax, bu dəqiqə, bu formada və yaxud da bundan daha yaxşı bu işi görə bilər. Bu günləri mənə etibar göstərib, mən çalışıram. O cürdə bu birisi vəzifələrin hər birinə onlarla insan layiqdir. Ancaq bunun biri çalışmalıdır həmin vəzifədə. Seçim də o bir nəfərin üstündə duranda o layiq olmalı ümumi ideyaya. Həmin insanlara mən müraciət elədim və bir neçə test apardım. Məsələn, tapşırmışdım ki, bu illəri daxil olan birinci kursların içərisində qrup nümayəndələrini yalnız ən yüksək bal olan tələbələri qoymağı tapşırıram. Və mənim həmkarlarım da buradadır. Və 2-3 gün gözlədim, tapşırıq verdim, yoxlasınlar. Mənim əmrimə 58% əməl olmuşdu. Bu birinci siqnal idi ki, bu dekanlar mənim dediklərimi yerlərdə axıra qədər qavramırlar. Mən sözü bir mənalı, özüm daxil olub və ötürənə birinə heç kimə demədim. Daxil olub bir padokda qaldırdım 3 nəfər, 3 qrupuydu, 3 qrup nümayəndəsini, 3 qrup nümayəndəsindən ikisi qeyri ciddi təyin olunmuşdu. Yəni, biri düzgün təyin olunmuşdu, ikisi ondan üstündə olan daha yüksək bal toplayan tələbələr var idi, onu təyinləmişdilər. Sifariş nə? Tamamilə, qonşudur, qohumdur, sifarişdir. Mən demirəm ki, başqa bir hadisə olmuşdu, ancaq bu, mən fikirləşdim sifarişlə. Dedim ki, mən sizi azad edirəm, rektor olaraq, sizi təyin edirəm, bununla da bağlı əmr imzalayacağım. Yanımda olan insanlardan dedi ki, bəlkə Mustafa müəllim, o insan istəmir. Dedim, problem nədir ki, bu qaldıraq, o da buradadır, bu da burada. Qaldırdım. Valla, siz bu işi icra eləməyə hazırsınız, istəyirsiniz? Dedi, bəli, istəyirəm. Dedim, bəs sualla cavab burada hazır oldu. Çox maraqçı, bu bütün Azərbaycan universitetlərindən yayılmalıdır. Tamamilə düzdür. Burada məhrum birdir qəbul olanda. Nə? Bunun xalası oğludur, əmsi oğludur, dayısı oğludur. Bunun hamısı Azərbaycanlıdır. Bunların hamısı... Kim haqq edirsə olur. Tamamilə düzdür. Bunun meyarı birdir bu dəqiqə. Toplab gəldiyi bal. Əgər bu sonra doğrultmayacaqsa, qrup nümayəndələri bunu dəyişdirilə bilər. Bunların, qoy, bir 6 ay işləsin. Özdə qrup nümayəndəsi pul yığan deyil axı. Qrup nümayəndəsi qrupun işini müəllimlə tələbənin arasında olan bariyerlərdən qaldırmaq, tələbənin problemini müəllimə çatdırmaq, müəllimin sözlərini, müəllimin çabalarını dərslə bağlı tələbəyə çatdırmaq, dekanlıqla tələbə arasında, dekanlıqla müəllim arasında olan bir körpüdür. Yəni, tələbənin gündəlik ictimai həyatını təşkil edən insandır. Və dekanlıqların ən yaxşı yardımcısıdır və sonda da rektorun ən yaxın yardımcısıdır. Bu, elə belə bir müəssisə deyil, bu ideoloji bir müəssisədir. Mustafa müəllim, beynəlxalq əlaqələrlə bağlı işləmisiniz, beynəlxalq əlaqələrlə prorektor olmuş istəyən universitetdə, yəni o məsələlərdə artıq peşəkar adlandırma olar sizi. Bu universitetin beynəlxalq əlaqələri sizi qane edirdimi? Yəni, vəziyyət necə idi və sizin planlarınız
sizin necədir? Düzün sizə deyim ki, beynəlxalq əlaqələri mən əvvəlki iş yerimdə çox yaxşı öyrənmişəm. O 5 il siz dediyiniz vəzifədə mən çalışdım və bu günlərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələri heç mən 10% qaniləmir. Nə qaniləmir? Bu boyda universitetin beynəlxalq əməkdaşlıq şöbəsi yox idi. Mən onu gələn kimi yaratdığım birinci əmrlərdən biri idi. Faciə. Doğrudan. O qurumda bugün layihələr üzrə mütəxəssis, şöbənin müdürü, vəzifələri insanlar təyin olunub, qıraqda təhsil alıb gəlmiş insanlar, Azərbaycan vətəndaşları. Özü də orada təyin olunan insanın biri bir Azərbaycan şirkətində çox yüksək məvacib ala, yəni o qədər insanlar vətənpərvərdir ki, buranın az məvacibinə razılaşıb gəldi. Onlar bilirlər ki, mən də deyəmişəm əvvəldən insanlara ki, bax, bugün universitetin bugünkü durumunda az məvacibə. Kim gəlsə bu universitet onunla davam edəcək. Universitetin gələcəyində məvacibi çox yüksək olur. Tamamdır, olanlar gələcəyi çox yüksəkdir. Mən bilirəm ki, o insanların məvacibi gələcəkdə 1000 manatlarla ölçüləcək. Ancaq bu günləri o aza qane olub, kim gəlirsə, bunu qaldırılırsa bir yerdə sözsüz ki, bu insanlar fədakarlıq edir. O insan, təsəvvür edin ki, 3000 manatdan artıq məvacibi qoyub, bura həmin o az məvacibə gəlir, perspektivə gəlir. O insan Almaniyada, Amerikada oxuyub, şöbə müdüründən söhbət gedir, Cəmilə xanım. O şöbədə layihələr üzrə mütəxəssis Samir müəllim. Magistraturanı bitirib Türkiyədə, Rusiyada, hətta Azərbaycanlıların o təşkilatının aktivlərindən olub. Rusiyada bilirsiniz, Gənclər Təşkilatının aktivlərindən olub. Bugün Azərbaycana qayıdıb. Burada onlar işləməlidir, o insanlara, cavan insanlar işləməlidir və bu kreativ olmalıdırlar, bunları irəli aparmalıdırlar. Beynəlxalq əlaqələr necə qurulmalıdır? Beynəlxalq əlaqələrin 4 istiqaməti var qurulmasının. Birinci, beynəlxalq qurumlarla iş aparılmalıdır. İlk növbədə bu Avropanın müəyyən təşkilatları var ki, hansı ki, layihələr yerinə yetirir. Avropa Birliyinin Erasmus Plus layihələr qrupu var. Onun içərisində 4-5 layihə istiqamətləri var. Həm mübadilə layihəsi, həm elmi layihə, həm tədris layihələri bunun içərisində var. Həm də xırda ictimai layihələri var, fərqli layihələr. Bax, bunlarla iş qurulmalıdır. Bu çox önəmlidir. Universitetə, belə deyək də, pullar gəlməlidir. Universitetə pullar gəlməlidir. Universitet tək özü qaldıra bilməz bütün mübadilə işlərini. Həm də mühit gəlməlidir. Bu layihələrin vasitəsilə tələbə göndərilməlidir. Yeri gələndən sonra o mühiti burada genişləndirməlidir. Elə bir kristallaşma mərkəzləri olmalıdır həmin tələbə. Xaricdə bir semestr, bir il oxuyan tələbə gəlib daxilə sığışa bilməz. Artıq bunun genişlənməsini istəyəcək. Müəllimdən başqa cür dərs deyilməsini istəyəcək. Orada görüb gəldiklərini burada tələb edəcək. Mənə bunlar lazımdır. Ora gedib gələn müəllim əvvəl kim dərs keçməyəcək. Standartlar tamamilə düzdür. İkinci istiqamət aparıcı ölkələrin, aparıcı universitetlərinin əlaqələrinin qurulması. Bunlar biraz zəiflər ola bilərlər universitetlər. Ancaq bizim əsas işimiz top 100-dəyə daxil olan universitetlərlə ciddi təmiz. O universitetlər bizə yuxarıdan aşağı baxırlar bugün. Ancaq gələcəyinə biz onlarla eyni səviyyədə bəlalı hüquqlu müqavilələr imzalamalıyıq. Almaniyanın Aachen Universiteti, məsəl üçün, bugünlərin onların büdcəsi 1 milyarda yaxınlaşır. Təsəvvür məsələn, Avstriyanın Graz Texniki Universiteti, onların bugünlərin büdcələri 240 milyon avrodur. Onların büdcələrinin 50%-dən artığı sənaye ilə əlaqələrdən qurulur. Yəni, bu cür universitetin modelini sizə bayaqlarım dedim. Ona görə də üçüncü istiqamət bizim müəyyən təşkilatlarla işimizin qurulmasıdır. Avropa təşkilatlarının Azərbaycanda çalışan DAD, KOİKA, belə təşkilatlarla biz işlərimizi qurmalıyıq. Bu təşkilatlar Azərbaycanın təhsil sistemində də müəyyən işlər həyata keçirə bilər. Dördüncü istiqamətimiz isə konferansların, kongreslərin, simpoziumların işində iştirakdır. Müəllimlərin belə yerlərdə iştirakı olmadan biz irəliyə gedə bilmərik. Universitet öz müəllimini, öz professorunu belə yerlərə göndərməyə borcludur. Çünki elmi mühit orada formalaşır. Elm orada ortalığa çıxır. Yəni, biz də öz bildiklərimizi orada təmin etməliyik, təmsil etməliyik. Orada olanları da universitetə gətirib, həmin dediyim o istehsalat mərkəzində, elm, innovasiya istehsalat mərkəzində tətbiq etməyə çalışmalıyıq. O insanları bura dəvət etməliyik. Onlar bizim alimlərin, universitetlər arasında əməkdaşlıq nə cür formalaşır? İki professorun əməkdaşlığının nəticəsində. Əgər professor arasında əməkdaşlıq yoxdursa, universitetlərin arasındakı əməkdaşlıq amorf olacaq.
O, uzağa hesablanmış ola bilməz Zülfüqar müəllim, heç vaxt. Kosmetikdir. Tamamilə düzdür. O, kağızda qalacaq, yenə də o, belə qeyd olunsun ki, bu işi biz gördük, o bizə yaraşmaz. Ona görə də biz, bayaqlar o startuplardan dedim, startup məktəblərindən sizə danışdım. Orada aşağılardan gəlməlidir. İdeyalar, inisiativalar aşağılardan gəlməsə, o uzağa getməyəcək. Niyə görə mən istəyirəm tələbələr üzərində qurulsun bu müəssisələr, yuxarı kurs tələbələr? Çünki o bulaqdır, qaynayır, onun davamı var. Yaşlı adamlar artıq nəvəsindən oynamağa çalışır və yaxud da ki, ailəsinin qayğısını daha çox çəkməyə çalışır. Onların qayğıları daha çoxdur. Öz ideyalarını artıq bunlar elmlər doktoru olublarsa, professor olublarsa, müəyyən qədər də bunlar, belə deyək də, inirtləşirlər. Ancaq cavanlar hələ karyerası qabaqda olduğuna görə o insanların o gözləri yanır. O gözləri yanan gözlərdən istifadə edib müəssisələr qurulmalıdır ki, cənab prezidentin kömək eləyək ki, həmin müəssisələrin üstündə də Azərbaycan irəliləyə getsin. Bakı Ali Neft Məktəbi ilə, yəni təxminən 2-ci ali məktəb var. Rəqabət nə vəziyyətdədir? Bunların təbii ki, maddi-texniki bazası, maliyyə resursları bu universitetdən fərqlidir. Yəni, bu universitet Bakı Ali Neft Məktəbi ilə rəqabət aparacaqmı, yoxsa sizin hədəfləriniz tamam başqa istiqamətdir? Suala görə minnətlərə bu sualı verdiniz. Mən bəzi məqamlara toxunmaq istəyirəm. Hər ikisi Azərbaycan Universiteti. Biri Ali Neft Məktəbidir, biri də Azərbaycan Dövlət Neft Sənaye Universitetidir. Hər iki universitetin rəhbəri də cənab prezidentin sərəncamından təyin olundu. Hər iki universitetin də hədəfi Azərbaycan iqtisadiyyatı üçün, sənayesi üçün yüksək biliyə, bacarığa malik olan kadrların hazırlanmasıdır. Elmar Qasımovla da bizim əvvəldən tanışdığımız var, münasibətimiz var, çox xoş dostluq münasibətlərimiz var və biz bu işləri aparmağa hər öz yerində borcluyuq və təmasdayıq. İş ki qaldı rəqabətə, biz elə bir universitet modeli, elə bir universitet yaradacağıq ki, heç bir universitetin, belə deyək də, nə sahəsinə daxil olmayacaq, nə də ki, onların bizlə rəqabət aparmaq gücü olmayacaq. Yəni, o bir səviyyəyə çıxmaq istədik. Bizim hədəflərimiz tam fərqlidir. Biz, belə deyim, hər hansı bir nazirliyə, bir struktura qulluq eləmək fikrində deyilik. Biz bütün Azərbaycanın iqtisadiyyatına və sənayesinə qulluq eləmək hədəflərindəyik. Yəni, yalnız SOCAR-a və yaxud da ki, BP-yə və yaxud da ki, Polad istehsalı kompleksinə və yaxud da ki, Sumqayıt energetikaya və yaxud da ki, standartlaşma komitəsinə, digər nazirliklərə qulluq eləmək məcburiyyətindəyik. Çünki bir dənə konjunktur istiqaməti tutsaq, bizim universitetimiz kiçilər. Sədərin bütün sferalar. Bütün sferalar. Bu günlərin bizim universitet sənayenin bütün sahələri üzrə mütəxəssis hazırlayır. Bütün sahələr üzrə. Energetika burada çox yüksək təsir verilir. Neft qaz çıxarma, standartlaşma sertifikasiya məsələlərinə bağlı istiqamətlər, materialşünaslıq sahəsi üzrə mütəxəssislər, menecmentlik, yəni iqtisadiyyatın, belə deyək də, sənaye iqtisadiyyatı üzrə mütəxəssislər hazırlayır. Başqa hansı fakültələr qaldı? Neft mexanika. Neft mexanikanın özü də neft sənayesinə ümumi, belə deyək, töhfəsini verir. Çox şaxəlidir. Və əsas işimiz də bizim o quracağımız modeldə ümumiyyətlə yanaşma tərzi bakalavr səviyyəsində ixtisasları biraz yığcamlaşdırıb, yəni idarə olunan daha çox tələbənin, daha çox mütəxəssisin bugün buraxılması, lakin onların keyfiyyətinin yüksəldilməsidir. Bu günlərin heç kim demir ki, riyaziyyat üzrə mütəxəssis, diferensial təminliklər üzrə mütəxəssisdir, integral üzrə mütəxəssisdir və ya da ki, törəmə üzrə mütəxəssisdir. Demir, riyaziyyat üzrə mütəxəssisdir. Ancaq görün nə yaranır bugün? Maşın qayırmanı bölüblər 5 sahəyə. Maşın qayırmanı filan sahəsi üzrə mütəxəssisdir, filan sahəsi. Bu bakalavrdır. Bu maşın qayırma mühəndisi olmalıdır. Və ya da bu metallurgiya mühəndisi olmalıdır. Onun içərisindən artıq magistratura da şaxələnməlidir. Bu, Azərbaycan qaldıra bilməz bu qədər yükü. Biri var ki, professor gedir 25 nəfərə dərs deyir və onun müqabilində məvacib alır. Bir də professor 200 nəfəri auditoriyada mühazirə aparır və onun müqabilində 2000-3000 manat məvacib alır. Mən istəyirəm belə bir model olsun.
Azərbaycanda elə bir şaxələnmə olsun ki, laboratoriya dərsləri, məşğələ dərsləri sözsüz ki, qısa qruplara keçirilməlidir. Ancaq bunun mühazirə dərsləri geniş məfhumda olmalıdır. Yəni, bunlar elə, deməli, islahatlar elə aparılmalıdır ki, bakalavr səviyyəsində ixtisasların sayı ölkəyə lazımı olan qədər olsun, artıq olmasın. O nəyə gətirir çıxardır? Artıq kafedralara, artıq fakültələrə, artıq idarəçi orqanlara, izafi xərclərə. İndi nə olur? Bax, Almaniya kimi bir ölkənin texnik texnoloji ixtisasları bilirsiniz nə qədərdir? Cəmi 25. Azərbaycanda nə qədərdir? 53 bu dəqiqə üçün. Ancaq Təhsil Nazirinin tapşırığıyla komissiya yaradılıb, yeni standartların hazırlanmasıyla bağlı texnik texnoloji ixtisaslar üzrə də həm komissiyanın bölmənin rəhbəri kimi mən təyin olunmuşam. Həmin komissiyaya tapşırılıb ki, həmin o standartları ölkənin maraqlarını nəzərə almaqla Avropanın, Amerikanın, aparıcı ölkələrin modellərinin, universitet modellərinin və orada olan ixtisasların siyasına uyğun maksimum kompleksləşdirilmə. Biz öyrəndik Avropa ölkələrini, Türkiyəni, o cümlədən, Amerikanın universitetlərini. Sizə dedim bayaqlarım, Almaniyada 25 texnik texnoloji ixtisas var. Almaniya böyük ölkədə, Avropanın ən aparıcı, ən nəhəng ölkələrindən biridir. Texnoloji tutumlu. Təsəvvür edin ki, Almaniyada bu dəqiqə ümumdaxili məhsulda avtomobil sənayesinin 11% payı var. Orada ancaq texnologiyalar. Məsəl üçün deyirəm, ancaq elmi tutumlu, texnoloji tutumlu bir istehsalatdır. Yəni, onlar bilirlər hansı mütəxəssislər olur. 25 texnik texnoloji ixtisas üzrə hazırlayırsa, bu model bizim üçün də keçərli ola bilər. Müslüman, mənim üçün bir şey maraqlıdır. Deyək ki, bu məvaciblərdən danışdıq, müəllimlərin məvacibi ilə bağlı təbii ki, çox geniş auditoriya, çox geniş kontingent müsahibənin dinləyəcək baxacaq və müəllimlər üçün maraqlı olan bir şey görəsən müəllimlərin məvacibinin artırılması istiqamətində hansı işlər görəcək. Məsələn, deyiz, rektorlara müstəsna səlahiyyətlər verir. Rektorun imkanı varmı ki, hansı xarici donor təşkilatdan deyək ki, kredit götürsün, uzun müddətli 25 il, 30 illik kredit götürür dövlət. Dövlətin zəmanəti ilə kredit götürülsün, müəyyən işlər görülsün, əmək haqqılarda müəyyən artımlar olsun və onu 3 ildən, 5 ildən, 15 ildən sonra həmin universitet geri qaytarılsın. Üzr istəyirəm, mən bu məsələyə biraz geniş məfhumdan baxıram. Məvacib məsələsi iki tərəflidir. Yəni, bir məvacibin azlığı, bir də məvacibin adekvat cavabdehliyi. Məvacib alan müəllim həmin məvacibə adekvat dərs deyə bilirmi? O biliyi, o tələbiyə aşıya verə bilirmi? Halallı mı onun aldığı? Tamamilə düz. Bax, bu da çox önəmli bir şeydir. Bugün mən sizə tam səmimiyyətinlə deyirəm, müəllim aldığı məvacibdən zəif dərs deyir. Hətta bugünkü məvacibindən zəif dərs deyir. Düzdür, o alim kimi ondan artığına layiqdir. Onun gördüyü işlər, onun bu günlərin, belə deyək də, qazana bilməsi bundan artığını o haqq edir. Ancaq universitet olaraq da biz ona, tamamilə düzdür, biz ona onun üstündə məvacib verə bilmirdik. Ancaq o da bizə haqq qazandırmır ki, biz müəllimi stimullaşdırmayaq. Mən sizə düzün deyim ki, bütün gəldiyim gündən çabalarım müəllimin və işçilərin məvacibinin qaldırılmasından bağlıdır. Bu universitetdə məvaciblər çox aşağıdır. Mən rəqəmlər deməyəcəm sizə, ancaq hamı da bilsin ki, noyabr ayının birindən müəllimlərin, işçilərin məvacibi qalxacaq. Ancaq bunlar həmin insanlara stimul vermək üçündür. Onlar bilsinlər ki, mən dəqiq bilirəm ki, onlar həmin məvacibi universitetdə tələbələrə dərs deməklə axıra qədər yerinə yetirə bilmirlər. Onlar da onu bilsinlər. Mən bunun artığını tələb edəcəm. Ancaq ilk addımı mən atıram ki, əlim mən uzadıram ki, onlar mənim əlimi sıxsınlar. Əgər birinci mərhələdə hamının məvacibi artılacaq, ancaq ikinci mərhələdə bu davamlı olacaq, bu dayanmayacaq. İndi artılacaq noyabrın birindən, növbəti artım olacaq yəqin ki, aprelin birindən, ondan sonraki növbəti olacaq sentyabrda və o cür davam edəcək. Bəli, ancaq ikinci artım diferensial olacaq. Mən özüm sizin əvəzinizə sual verib, özüm cavab vermək istəyirəm bir məsələ ki, bu diferensiallar necə olacaq? Bu illəri semestr imtahanlarını 3 modeldə keçirməyi düşünürəm universitetdə. Birinci model test üsulundan keçiriləcək. Birinci kurslara tələbələr
daxil olub, tərbiyə qəbul komissiyasının vasitəsindən. Bunlar həyatlarını test üsulundan qura-qura gəliblər buradır. Birdən-birə mən onları yazılı və ya da şifahi imtahana odun için ata bilmərəm. Ona görə də onlar onu görüb gəliblər və o insanlar da həmin fənlərdən praktiki olaraq test imtahanı verə-verə gəliblər. Yəni onlar bilirlər ki, o test imtahanı necə olur və bilirlər necə dəyərləndirə bilərlər. Ona görə də birinci kursların bütün tələbələri universitetdə test üsulundan imtahan verəcəklər və indidən də onlar hazırlıq gedir. O test üsulundan imtahanın da özünə tələbələr imtahan qabağı balla bu. 50% imtahan qabağı balda formalaşır, 50% də imtahanda formalaşır. İmtahan test üsulundan olanda sözsüz ki, həmin o müəllimlər o ağırlıq mərkəzini, tələbələri sıxmaq mərkəzini imtahan qabağı bala keçirdəcəklər. Onun qarşısını almaqdan ötürü 3 dənə kolloquium keçiriləcək. Oktyabrın 25-30 arası, noyabrın 25-30 arası, bir də dekabrın 20-25 arası. İmtahan sesisi başlayana görə. Əgər o 3 dənə qiymət, tələbənin aldığı imtahanlardan qiymət, o müəllimin semestr boyu verdiyi qiymətlə eyni təşkil edirsə gözəl, biri birinin üstünə gəlir, ona ümumi qiymət çıxardır, imtahana buraxılır. Əgər görsəm ki, o artıqdır, 20%-dən artıq düşük və artıq varsa, deməli müəllimin yanaşma tərzi düzgün deyil tələbəyə, onda onun kolloquiumunun aldığı qiymətlərlə imtahana buraxılacaq. Çünki şəffaflığı təmin etməkdən ötürü, haqq bu cürdür. Tələbə burada nə qazanır? Tələbə müəllim faktorundan kənarlaşır. Müəllimin ona tamam tabi deyil. Bu elektron resurslardan istifadə edir. İkinci bir tərəfdən, tələbə hansı suallardan cavab verib o kolloquiumdan qiymət alır? Tələbə müəllimin o günə qədər, yəni o dərs deyilir, ki, oktyabr ayının dediyim sizə 25-ində kolloquiuma gedir. 25-nə qədər ki, silabusu var onun əlində, özü bilir ki, hansı dərsləri deyil. O suallar ora qədər olan suallar olmalıdır və həmin suallar da buna imtahanda düşəcək. Həm tələbə imtahana hazırlaşır indidən, həm tələbə imtahanın keçirilməsi mövzusuna hazırlaşır, həmin üsulla da buna imtahan keçirilir, indi belə deyək də kolloquium keçirilir və burada tələbə həm bu cəhətdən odur, həm universitet də bu cəhətdən odur. Tələbə həm eyni vaxtda örgənə hazırlaşır, imtahana hazırlaşır və sualları da artıq özündə görür, əlində olur və semestr başlayana qədər də tam həm sualları əlində olur, həm də imtahanın mövzusu, məzmunu bunun üçün qaranlıq qalmır. Bu birinci kurslar üçün. Bura texniki ali məktəbdir. Mən bu cür tapmaca üsulunla uzağa gedə bilmərəm. Bunlar mühəndislərdir gələcək. Bunlar analitik düşünməsə, yazı yazmasa, fikirlərini ifadə eləməsə, bunlarda mühəndis ola bilməz. Ona görə bu tələbələrin hamısı yalnız birinci kurslarda testlə verir. İkinci kurs başlayan kimi texniki ixtisaslara keçir. Texniki ixtisaslarla bunlar təhsil alırlar. Texniki ixtisaslarda. Həmin o ikinci kursdan dördüncü kursa qədər yazılı imtahanlara keçirilməsi düşünülür, onlar fikirlərini ifadə eləsin. Ancaq yenə də orada seçimli müəllimlər, hansı müəllimlər ki, tam şəffafdır, indiyənə qədər özlərini qoruyub saxlaya biliblər, bu cür ictimai rəydə mütləq təmizdirlər, o müəllimlərin imtahanları şifahi keçir. Yəni, mənim bir rektor kimi əsas son məqsədim bütün imtahanların sonda şifahi keçirilməsidir. Müəllimə etibar olmalıdır, müəllimin nüfuzu qayıtmalıdır, müəllim dərsin də, fənnin də yiyəsidir. Bu fənnin yiyəsi dekanlıq, dekan deyil. Nə kafedralar deyil, kafedra müdürü deyil. Bu fənnin yiyəsi o tədris edən müəllimdir, mütəxəssisdir. O bilir, hamıdan yaxşı bilir ki, o tədrisi necə aparmalıdır və biz tələbənin biliyini axırda bir günlə qiymətləndirə bilmərik. Tələbə orada özünü narahat hiss edə bilər, özünü başı da ağrıya bilər, narahatçılıq keçirdə bilər, imtahandan qeyri-məqbul ola bilər, insanın taleyinə təsir edə bilərik, insanın həyatına təsir edə bilərik bir günlə, bir saatla. Ona görə də müəllimlə şifahi təmasda olan semestr boyu onun qiymət dəyərləndirən, onun biliklərini dəyərləndirən müəllim hətta axırda zəif cavab verən tələbəni də yüksək qiymətləndirmək iqtidarında olmalıdır. Çünki orada şəffaflıq varsa, əgər tələbə orada doğrudan düzgün cavablar verirsə semestr boyu biliklər qiymətləndirilir, həmin fənnin qiyməti onda yazılmalıdır. Ona görə də son məqsədimiz müəllimin özü imtahanının, öz ixtisasının sahibi olması. Siz jurnalistlər bu sualı bir şey deyil. Adətən deyilir, kim kimin komandasındadır. Mustafa Babanlı Mikayıl Cəfərovun komandasındadır və prezident də bu sualı yazmadım. Yəni, prezident dediyimiz dəyəcək biçir deyilsə sizi təmin edəndə tapşırıqlar nə oldu, onu özünüz bəyax dediniz. Yəni, vaxtlar ən qısa zamanda həll olunmalıdır. Və nazir sir deyilsə, nazirin təqdimatı ilə gəlir. Sözsüz. Nazir birini siz qəbul edib və ona görə sizin Mikayıl Cəfərovun komandasında hesab etmiyorlar. Tamamilə düzdür. Mən cənab nazirin, Mikayıl müəllimin komandasında olmaqdan şərəf duyuram. Şərəf duyuram ki, bugün bu cür kreativ düşüncəli bir nazirimiz var və
sizi inandırıram ki, çox yaxın bir müddətdə çox gözəl işlərin şahidi olacaqsınız. Azərbaycan ali təhsilində, ümumiyyətlə Azərbaycan təhsilində olan bugünkü reformalar, gələcəyə baxışla bağlı güclü reformalar çox yaxın müddətdə öz çox ciddi bəhəsini verəcək. İnşallah. Mən təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Bir-iki sual var. Yəni, mən burada yazmışdım ki,